Qazi qardaşımdır, itkin düşmüşdük, başını götürüb çıxıb getmişdi, tapdıq. Mənim gücüm çatır psixoloji dəstəyə, çünki Narınc xanım kimi uzman klinik psixoloqum var. Əmanət edəcəm. Kimin başqa nə yardım etmək istəyi olsa, zəng eləsinlər, atasının nömrəsini verəcəyik, yardım edin. Bax, indi edin, yaxşı mı? Gəl Elnur. Gəl Narınc xanım, buyurun. Siz orada işləri görənə qədər QEG aparatı ilə gəlib məlumat verəcək. Baş mütəxəssisi, həkim, nevroloq Səyanə xanım Əliyeva da bizimlə birlikdədir. Doktor, siz də xoş gəlmişsiniz. Siz lazımı prosesləri aparın. Mən dostlarıma təşəkkür edim. Daha sonra sizdən soruşacağım ki, orada hansı proseslər gedir və biz burada nə edirik? Narınc xanım, nə baş verir orada? Elnur əyləşib və müayinə gedir. Hal-hazırda gedən müayinənin adı nədir? Biz bu müayinə ilə hansı diaqnozu qoya bilirik? Və orada görürəm, çünki qarma-qarışıq bir şeylər var, amma mən analiz edə bilmirəm. Buyurun. Birinci olaraq bu aparatımız, yəni neyropsixoloji bir aparatdır. Onun həm psixoloji durumunu, stres, gərginlik, həyəcan səviyyəsini, hansı zona, yuxu problemlərini və digər... Çox güman ki, orada çox gərgin vəziyyət var. Çünki Elnurun yuxu sistemində yoxdur. Bəli, hədsiz dərəcədə. Onu vurğulayım ki, birinci olaraq çox bir paralel olaraq həkim dəstəyi də almamız lazım olacaq. Çünki hədsiz dərəcədə səndə əvvəllər heç sudurğa dediyimiz el arasında, yəni qıc olma, dil qatdalanma. Müharibədən sonra bir-iki dəfə olub. Necə? Müharibədən sonra bir-iki dəfə olub. Çünki var bu meyillilik ciddi şəkildə, bəli. Ona görə baxmaq lazımdır. Çünki bu yuxu pozuntusu verir, ciddi şəkildə diqqət problemi verir, konsentrə ola bilmir, hər xırda səsə qıcıqlanacaq belə adamlar. Məsələn, biraz səs gəldi, biraz nəsə gərginlik oldu, küy oldu, başlayacaq narahat olmağa. Bu onu səndə əsəbi olanda titrəmən, əl əsmələrin, belə halların olur. Ciddi yuxu dalğaları demək olar ki, bəlkə də ona görə o bayaqdan belə oturubdur. Bəlkə də səs onu qıcıq, işıq. Səs sənə mane olur, eləmi? Bəli, belə insanları səs, işıq çox qıcıqlandırır. Yuxun da çox pisdə görünür. Çünki demək olar yuxu dalğaların yox səviyyəsindədir, göstəriciləri normadan. Yəni, beyin çox oyanıqdır, yata bilmir. Yuxuda terror yaşayırsan, yuxu terroru deyirik. Yəni, çapalama, yuxuda yoldaşım da bilərəm, çox var elə hallar. Yuxuda yata bilməmə ya da yatdığı yerdə belə çapalama kimi var o elə halların. Kabus zad görürsən yuxuda həmin hadisələri. Atmosferadır, çox şeylər deyə bilmirəm. Anladım. Bəs qulağında səs olurmu? Küy olur? Var səslər. Və bu... Müharibədən qalma səslərdə, orada hadisələr olur ki... Yanlarında raket partı, yanınıza çıxardan deyəndə biraz təşviş yaranır. Elə bir ki, həmin səsləri təzdən yaşayırsan. Tinnitus deyirik, qulaqda cingilti səs kimi özünü göstərir. Beyni çox oyanıqdır. Yəni, qıpqırmızda da o başın şəklini göstərərdi, zəhmət olmasa. Nə lazımdırsa, yəni artıqlaması ilə edək. Bəli, biz nə edəcəyik? Bu aparatla bu həmin dalğaları normaya salmalıyıq, nizamlamalıyıq, çox oyanıqdır. Sözünüzü kəsirəm, üzr istəyirəm. Əvvəla mən bir daha bu aparatın gücünü gördüm ki, biz bundan bütün problemləri görmüş ola bilirik ki, doğru diaqnoz daha sonra qoyaq. Çünki sadalayır şəxsdə ciddi depressiya yaradır və bu da təbii ki, onda həyatdan bezmə, yaşamaq istəməmək, həyata marağını itirir. Asan deyil, yuxu yoxdur bu uşağın. Baxın, başını da göstərsin, göstərim. Heç nə demirəm. Görünürmü ekranda? Mən sadəcə, bəli, bayaq gördüm monitorda çox qarma-qarışıq bir vəziyyət var. Və dedim, təsəvvür edirəm, analiz edə bilməsəm də o gərginliyi oradan hiss etmək mümkündür. Doktor, narahat olmayın, əyləşə bilərsiniz əməkdaşlarımıza. O ortada qıpqırmızıdır. Posttraumatik stres pozuntusu deyirik, ciddi. Beyin görün nə vəziyyətdədir. Yəni, normativlərdən çox yüksəkdir göstəriciləri. Yəni, 0,4 olmalı göstərici 170-lərdədir. Yəni, bu çox normadan 100 dəfədə qədər çoxdur. 100 dəfədən çox, nə demək? Ay, başa baxın. Biz burada nə başlar görmüşük, belə baş görməmişik. Bu əsasda biz... Qıpqırmızıdır. İndi görün, bu necə əziyyət çəkir, necə əzab çəkir. Allah-Allah. Və bununla yata bilərmi bu başla? Yuxuya gedə bilərmi? Və ya normal uşaqları ilə vaxt keçirə bilərmi? Bir insanla danışıb söhbət edə bilərmi? Nə olsa qıcıqlanacaq. Adi bir işıqdan da qıcıqlana bilir, səsdən də. Bu da təbii belə adamlarda partlama olur. Məsələn, əlindəki şeyi vura bilər, qıra bilər, kiməsə özünə xətər yetirə bilər, ətrafa xətər yetirə bilər. Onun üçün belə bir
oyanıb Yaxşı ki, başına yenə deyirəm, bir bizim mənalı axtarışımıza, bizim müraciətlərimizə reaksiya verdi. Buradan Lalə bacısı da, valideynləri də, hər kəs müraciət edirdi. Yaxşı ki, gəldi. Maksimal çalışacağıq, nə bacarırıqsa yardım edəcəyik. Mən bilirəm ki, siz də bunu əsirgəməyəcəksiniz. Bütün komandanızla, bütün həyat hekayənizlə. Gördüyünüz kimi bir aparatla nə qədər problemi ortaya çıxdı. Görün hələ söhbət edəcəklər, nələr ortaya çıxacaq. Narınc xanım, sizə əmanət deyirəm. Narahat olmayın. İndi inşallah psixoloqla həm yaşadığı travmalarını işləyəcəyik, götürəcəyik, həm bu gərginliyini azaldacaq. Yanaşı inşallah hər tərəfli müalicələrini eləyəcək. Bir aya bu başın şəklin yenidən xəritəsini çəkərik, müqayisəli şəkildə baxarıq. Bu baş ancaq bizdə, inanın, biz müharibə günü başlayandan qazi, şəhid ailələrimizə köməyimizə heç bir zaman əsirgəmirik, bilirsiniz, təmənnası. Ancaq bu baş qazi başıdır. Yəni, inanın, müharibə görmüş gənclərimiz, yəni oğlanlarımız, inanın, başları nə vəziyyətdədir. Bu yaşanılan streslər ağır deyil, tək deyilsən, yəni bunu çox qardaşımız yaşayır. İnşallah müalicə eləyəcək, nə lazımdır, dəstək olacaq. İnşallah və siz təsəvvür edin, mən buradan o gərginliyi hiss edirəm, Elnurun o sıxılmasını, gərginliyini. Mən ümid edirəm ki, sizin dəstəyinizlə. Həyatdan zövq almağı öyrənəcək, həyatı gözəlləşəcək. Və yenə deyirəm, buradan dəyərli qardaşlarıma müraciət edirəm, dəyərli el oğullarıma müraciət edirəm. O imkansızlıqdan qaçıb çıxıb getmişdi. Kimin nə imkan olsa, yəni yardımını Elnurdan əsirgəlməz. İnşallah. İnşallah, sağ olun. Mən Elnuru bəli elə alqışlarla yola salacağam. Onu burada çox saxlamaq istəmirəm. Ona imkanı varmı? Müalicələrini başına aparat qoşacağım, korreksiya işi üçün. Onsuz da Bakıda olur. Burada mı? İndi burada mı? Yox, Bakıda. Bakıda o yaşayır. Bəli, həyat yoldaşıyla qaynananın yanında Bakıda yaşayırlar. Ceyranbatan tərəfdə. Gəlib, aparıb getməsini təmin edin, yaxşı. Ki aparatlarla ona yardım etsin. Sumqayıt filialına, bəli, orada yaxınlaşa bilərlər. Sumqayıt filialında yardımcı Şükür Allaha ki, Narınc mərkəzləri, bəli, xidmət mərkəzləri hər yerdə var və Sumqayıt daha yaxşı, çox doğru. Sumqayıta elə gedər inşallah bir aydan sonra da yenidən gələcək, üzümüz gülər. İnşallah. Elnur, mən səni burada başqa bir Elnur olaraq gözləyirəm. Ən azı 6 saat yatacaq, 6-7 saat. Demək olar yatmır bu adam. Çox inanıram sizə, çox. Bir 6 saat yatar azı. Amerikanlar Vyetnamda müharibə eləmişlər. Müharibədən sonra Vyetnam sindromu deyilən bir psixologiyada bir anlayış var. Elnur əslində o Vyetnam sindromuna yaxın bir sindromu yaşayır. Amma bizim peşəkar Narınc xanımla yanaşı, o mərkəzlə yanaşı sizin sözünüzə qüvvət verirəm. Cəmiyyət də, ictimaiyyət də Elnurun yanında olmalı. Əlbəttə, biz onun yanında. Və Elnur kimlərin yanında olmalı? İndi yanımızda Elnurdur deyənə. Amma Elnuru indi yola salacağım. Çünki bu işıq, səs-küy ona pis təsir etməsin. Elnur, gedə bilərsən. Get oradan orada nə lazımdırsa sənə edəcəklər.